Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu WUF-13 beynəlxalq medianın diqqət mərkəzindədir. Son günlər dünya mətbuatında forumun miqyası, müzakirə olunan mövzular və iştirakçı ölkələrin sayı geniş şəkildə işıqlandırılır. Berlinə bağlanırıq. Xüsusi müxbirimiz Günay Məmmədova hal-hazırda birbaşa bağlantıdadır. Günay, Avropa mətbuatı forumla bağlı nələr yazır? Buyurun, siz eşidirik. Bəli, Avropa mediasında o cümlədən Euronews və bəzi Alman nəşrlərində Bakıda keçirilən WUF-13 forumu geniş işıqlandırılır. Materiallarda əsas diqqət forumun miqyasına, beynəlxalq iştirakına və qlobal şəhər gündəliyində oynadığı rola yönəldilir. Son 48 saat ərzində müxtəlif regionlardan olan media orqanlarında ümumi yanaşma ondan ibarətdir ki, Bakı bu il qlobal şəhərsalma debatının mərkəzinə çevrilib. Avropa mediasında ən çox vurğulanan faktlardan biri isə iştirakçıların miqyasıdır. Qeyd olunur ki, WUF-13-də iştirakçılar şəhər merləri, nazirlər, ekspertlər, beynəlxalq təşkilatlar və özəl sektor nümayəndələri bir araya gəlib. İkinci əsas xətt isə forumun mövzuları ilə bağlıdır. Məqalələrdə xüsusilə əlçatan mənzil siyasəti, dayanıqlı şəhər inkişafı, iqlim dəyişikliyi ilə adaptasiya, eləcə də ağıllı şəhər konsepsiyaları ön plana çıxarılır. Bir çox nəşrlər bunu şəhərlərin gələcəyini müəyyən edən qlobal gündəm kimi qiymətləndirirlər. Avropa mediasında ayrıca siyasi komponent də vurğulanır. Bakıda keçirilən yüksək səviyyəli WUF-13-ü tarixdə yeni mərhələ kimi təqdim olunur. Bu forumun sırf ekspertlər platformasından daha geniş siyasi dialoq platformasına çevrildiyi qeyd olunur. Eyni zamanda Euronews'da və bir sıra Avropa media qurumları Azərbaycanın ev sahibi kimi rolunu ayrıca işıqlandırır. Burada ölkənin beynəlxalq tədbirlərin təşkili təcrübəsi, şəhər inkişafı layihələri və regional urbanizasiya təşəbbüsləri kontekstində göstərilir. Ümumilikdə beynəlxalq mətbuatın ümumi yanaşması budur. WUF-13 Bakıda şəhərlərin gələcək inkişaf modelini formalaşdıran qlobal qərar və müzakirə platformasıdır. Belə, mənim çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə.